Salam dostlar, hal-hazırda yenicə aşağıdan gəlmişəm və 6000 addım atmışam. Buna baxmayaraq sizə video çəkmək istədim. Mən evdə boş zamanlarımı belə dəyərləndirirəm. Kitab oxuyaraq, idman eləyərək, arada da sinif yoldaşlarım PDF-ləri atır, mən də oxuyuram. Dərsə gedəndə müəllimlər sual verəndə mən də cavablayıram. Yəni qucağımdakı da sarıca qızdır. Arada benimlə söhbətləşirik. Buna sarıca qızla söhbətləşirik. Mən universitetə girəndə anam gəlib səhər tezdən idi. Anam gəlib deyəndə ki, bu mənim hər şeyimə şahid olur. Göz yaşlarıma, sevincimə, hər şeyimə şahid olur. Hətta anam gəlib deyəndə ki, universitetə girmişəm. Bunu yorğanımı çəkib bununla ağlamışdım. Sevincimdən ağlamışdım. Bu da ağlamışdı. Belə ki ağlamışdı ki, mənim göz yaşlarım bunu da ıslatmışdı. Hərdən kimsə xətrimə dəyəndə gəlib buna deyirəm. Hər şey buna deyirəm. Məndən fərqli olaraq bu tez silməyə gedirəm. Məndən fərqli olaraq bu paltar yanda silmir. Onda da burnu gedib bunun. Mən buna sarıca qız deyirəm. Sonra hava küləkli olanda idmanlarımı turnikdə eləyirəm. Gəlin gedək turnikə tərəf. Hava küləkli olanda mən bununla turniklə hərəkət edirəm. Belə də ayağımı qaldırıb qoyuram. Oturub durmaları edirəm. 1, 2, bir də oturub durmaları edirəm. Rezinlə qolunu dağıtıram. Belə. Rezinlə qol məşqləri eləyirəm. Oturub durmaları eləyirəm. Və mənim burada güzgü var. Ona baxaraq hərəkətlər eləyirəm. Əl-qol hərəkətlər eləyirəm. 1, 2, 3, 4. Sonra ayaq hərəkətləri eləyirəm. Burada da mənim bir kuklam var. Mənim kuklam dəsmaldır. Anam qoyub ki, təriyyəni təmizləyir. Halbuki mən təriyyən deyiləm. O da mənim söhbət yoldaşım olur. Geçin kuklam. Bunun adı qızıl saç kukladır. Qızıl saçlı kukla. Sonra burada hərəkətlərimi eləyəndən sonra burada köşə oturub durmaları eləyirəm. Əl-qol hərəkətləri eləyirəm uzanmaqda. Güzgüdə də ən qəşəng şeylər planlar mən güzgüdə qoyuram. Mən öz-özümə buna kuklayla planlar quram ki, belə eləyəcəm. Kuklayla belə. Hər yerdə mənim kuklam var. Hətta video çəkdiyimiz yerdə də mənim dovşanım var. Birazdan sizə onu da göstərərəm. İndi isə burada mənim velosipedim var, topum var, xatnokum var və s. Mən boş vaxtlarımı belə keçirirəm. Yeriyərək, hətta bir-iki hərəkət eləyərək keçirirəm. Sonra isə mənim burada kuklam
demişdim. Bak size dovşanım var burada. Bir dakika size o dovşandan danışırdım. O zaman ben bu dovşandan da söhbət edirəm. Qəşəng.